Necə xoş gördük. Mən bu gün sizlərə link necə hazırlamaq olar, deməli onu göstərəcəm. Məsəl üçün bura 3 nöqtə daxil oluruq. Yeni qrup yaradırıq. Yeni qrup yaradırıqsa, misal üçün, məsəl üçün qrupa mən kimsə əlavə edirəm. Məsəl üçün 2 saniyə. Məsəl üçün mən bir saniyə tutalım ki, Mahirə xanım. Məsələn, Mahirəni əlavə elədim qrupa və qrupun adında istədiyimə görə məsəl üçün dəyişirəm. Tutalım ki, bax, burada da nə istəsən yaza bilərsən. Komandama qoşul, sən də qazananlardan ol. Yəni qrupun adını, yəni özünüz nə istəsəniz yaza bilərsiniz. Yəni fərqi yoxdur. Belə bir şey yaratdım. Qrup yaradım. Komandama qoşul, sən də qazananlardan ol. Məsələn, burada şəkildəki misal üçün şəkil например belə bir şəkil qoyuram. Məsələn, bax belə bir şəkil qoyuram. Gördünüz? Yəni özünüz nə istəsəniz qoya bilərsiniz. Vəssalam, bu qədər. Bizim linkimiz hazırdır və biz bu linki götürüb paylaşmaq istəyirik. Və düşürük bura keçid ilə dəvət. Görürsünüz burada. Məsəl üçün keçidi paylaşın. Və buradan biz keçirik. Misal üçün tutalım ki, mən özümə göndərirəm. Kiməsə göndərmək istəyirsiniz. Bax bura oxu vurursunuz və link paylaşıldı. Və sən bu qədər. Linkinizi götürüb yaxınlarınıza, dostlarınıza, tanışlarınıza, çevrənizə paylaşdıra bilərsiniz və sonra məsələn siz bu linki hər gün öz statuslarınızda da paylaşa bilərsiniz.